şəxs Ramazandan qabaq başqa cürə idi. Ramazan, yəni oruc bunu dəyişdi. Artıq insanlara belə bəlli olur ki, oruçluq buna təsir elədi. Əgər oruçluq insana təsir eləmirsə, elə necə idisə oruçluqdan qabaq, elə də qalırsa oruçluqda, bu artıq nə deməkdir? Deməli, sən qayıtmalısan nəfsinə, qayıtmalısan orucuna. Deməli, sən yalnız ac qalırsan, susuz qalırsan, dəyişilməmişsən. Yəni, elə dilini qorumurdunsa və s. axir, heç bir əməllərini artırmırsansa, zikir və yaxud da nə ehtiyaclı olan insanlara kömək eləmirsənsə, sədəqələrini artırmırsansa, imkan varsa, yəni yaxşılıqlar artırmırsa, onda deməli səndə orucu neynəməlisən? Qayıtmalısan oruca, hələlik, yəni gec deyil. Yəni 9 günündəsən. Amma əgər görürsənsə ki, xeyrə yönəlirsən, nə xoşalına və nə inəcəksən, Allahın izni ilə daha da elə bil ki, artıracaqsan. Bu da iki sözsüz ki, nədəndir? Allah qorxusu, Allah sevgisi, bunlar hamısı onun qəlbini artıq neyinir? Sındırır və yönəldir hara? Yalnız xeyrə. Bu o şeylərdir ki, oruç tutmayanlara bunlar zahir olmur. Bunlar onu bilmir. Oruç tutmayan insanlara bunlar zahir olmur. Bunlar o şeyi əldə edə bilmirlər. Bu da Allahın bir müvəffəqiyyətidir. Allah subhanahu teala bunu veribdir.